Selam dostlar, necəsiniz? Çox xoş gəlibsiniz bu videoya. Ağa, mən bir nəmə gəldim, sizə pərvəndə cinayət tapdım ki, fikriyəm bəzi nəmlə pərvəndə cinayət ürəmişik, hamısından bu qorxmalıdır. Və mütməyinnəm ki, qalıb baxsa can pəşməz, elə törüşləyəcək ki, mən özüm necə oxuyordum bunları, yox belə ürəyim sıxıldı. Pəs, birə getməyin, channel subscribe edin, video like edin, zəng burada vurun, ki, video qoydum, xəbəriniz olsun. Gedək videonun daha sonra baxır görün pərvəndələr nə qədər qorxmalıdır. Dostlar, ötürüşü bilirik. Əvvəl az bir şey deməmişəm pərvəndələr nə cürdə kimlərin başına gəlib. Bunu deyim ki, ötürüşü bilirik. Hər elə ruzanə azad bir 10.000 nəfər ölür. Və görürsən 2000 nəfər qətl olur, 1000 nəfər məsələn sektəyə gəlib olur və belə rədələr var, amarlar var. Və bu pərvəndələr heç mən tapmışam. İlləri bir-birinə çox yaxındır və çox tərin koşlarlar var imiş bu illərdə. Gedək indi əvvəlimizi gəziyən dağıtsam necə tozif edin. Dostlar, salı 2014'də 2 dənə xanım, biri benami Chris bəyə oğlan adı dət. Əcəb, Chris və biri də Lisani. Dostlar, bu 2 nəfər gəlirlər bir növ turistlər və gəlirlər bir növ gəzməyə. Və bu 2 nəfər çox xoş imiş və təsmin tuturlar gedərlər bir dənə cəngəl tərəfinə. Dostlar, bu 2 nəfər təsmin tuturlar 2014-ün əvvəllərində ki, aprel ayları olurdu. Gedərlər bir dənə müsafirətə və bir növ Kohestaniya və dağlığa gedərlər. Və bu 2 nəfər gedirlər və çox məsələn üzündə canlıqlar xoş qabağa gedilmiş və bunlar dürbinləri ilə hududan 90 dənə əks salırlar, nəvətdə əks salırlar. Və vaxt keçir, bu 2 nəfərdən birdən xəbər olmur və çox cəmaət o əlbəttəliyi bunlar tapırlar və tapanmırlar və əhali indi o cəmgəlin əhalisi təslim tutur axtararlar və mütəəssifانه isə tapanmırlar və bəd az 1-2 gündən sonra təslim tuturlar polislə gəlib təmas tutarlar və təması vaxtı tuturlar polis hərçə sərətər girir işin içinə və hər nəmdən axtarır və mütəəssifانه vaxtı gedir qabaqlıq polis mütəvəccüh olur ki, bu 2 nəfərin başmaqları bir düşübdüyü yerə və polis onları götürür və biraz dostluq eləyir bu xanımı Chrisin aman ki, bilmirəm niyə Chris qız adı da burada oğlan adıdır. Ona bir suallar. Xülas onların işi yox. Bu 2 nəfərin bir dənə başmaqlarla tapırlar və məlum olmur hamısin və bunları xülas aparırlar test salır və görürlər bu 2 nəfərdən birinin başmağıdır. Və polis yenə gedir qabaqlıq və yetişir bir növ qar kimi yerə. Və polis bu 2 nəfərdən bir dənə təqribən bədənlərini məsələn dikələrindən tapırlar, başlarının tükündən, dırnaqlarının məlməsalından tapırlar ki, DNA ilə bilirlər ki, bu qızdandır. Və vaxt ki, qabaqlıq gedirlər bu 2 dağ qızın sümükləri, yəni özür deyim ki, biləcək kuldən yəni tikətik olmuşların tapırlar və sümükləri, başlarının tükünəcən kamil tapırlar. Və mütəəssifانه 2014-dən ta indiyəcən bu 2 nəfərdən əslən xəbər yoxdur və qatildən də ki, əslən xəbər yoxdur. Əlbəttə cəsədləri tapılır, məncə bu 2 nəfərin qatildən xəbər yoxdur. Yəni məlumlar başlarına nə oyun gəlib ya, daha mövcud həml edib öldürüb ya, heyvana bir şey həml edib öldürüb ya, kuldən bir nəfər qatili serialı da gəlib öldürüb, o bilmirəm. Əlbəttə ki, bilirəm çox mərmuz idi. Qəşəngdir, gedək bədiyə. Dostlar, ağay benami Cometni ya həmən Cometli şahid iştibah biləcək deyəm. Bu ağa dostlar bir dənə fast foodu var imiş, həmən fast foodu var imiş ki, işi hətta rond dəmiş. Və bu ağa bir müddət təslim tutub bir dənə işləri görək müştərilər kamilən cəzb edir. Və bu ağa biraz azmarış edir və pey aparır ki, əgər insanın əti ilə və xuşun ətin qataq bir-birinə əslən qabili müşahidə olmur ki, bilələr ki, məsələn bu insan ətindən də cürrənibdir. Və bu ağa neçən mindən nəfər adam tutur öldürür və olan əti ilə, həm bərgəcət cürür adamların əti ilə və saxlayıb frizerdə dondurur və çox yeməli olurmuş həmbərgələri və onlar da ki, bağın, restoranında həmbərgəcət yedilər, çox yeməliymiş və bəd az bir müddət sonra bağala bilməm nəcürlü o gedir, polis həmləmliyə pey aparır və gedir bu ağabdana etiraf edir ki, deyir ki, vaxt ki, əgər siz xuçla adamın ətin qatasız bir-birinə yiyəsiz, əslən bilməyəcəksiniz ki, bunun içində adam əti var, ya xuç əti var, deyir, çünki qəşəng bir-birlərini tərkib edirlər bu 2 dənə ət və mən növdüsünə işimi qabağa aparırdım və satırdım. Və bu ağa bəd az neçə müddət sonra gedir və hökmə edamı çıxır və səndən bərgidən edam edirlər ki, işin gücünü alırsan. Və dostlar, burada deyim, hətmən hər nəmlə ki, siz əncam verəsiniz, əvvəl mütməyin olun. Məsələn, görürsünüz, indi yeri tərəf adam əti yeyirik, xəbər yox idi. Demək olmaz, şahidlər biz bir dəqiq adam əti yeyirik həmmərgələrin içində, bəlgələn demək olmur. Və əcəb idi, bəlgəşən. Gedək bədiyə.
Və amma dostlar yetişmişik bir dənə Pərvənə Zinayək. Fikirəm kullu dünyanın yəni məğz Türkiye'də tərinməsə Allah'la Pərvənə Zinayələrindəndir ki, indi də biləcə deyim, yəni görün ki, bu Pərvənə Zinayə nə mənəymiş ki, heç kim onlarda biləsən danışamayım. Gedək dalsın. Dostlar, indi səfiyyə bir dənə kartun gəlir və mütməyinnəm ki, əksəriniz bu kartunlarla aşinasınız və bilirsiniz ki, hangi kartunlardandır və fikirəm baxıbsınız əksəriniz. Dostlar, bilirdiniz ki, bu kartunun bir dənə dark mərmuzovqa deymiş ki, bu kartın bir müddət sonra gəziyəs bilinəndən sonra qət olubdur. Şahid inanmıyasınız, vəli haqq. Dostlar, biz bu kartuna gedək diqqətlə baxaq. 4 dənə şəxsiyyət görürük ki, bunlar rəngbəndisi vardı. Qırmızı, zərd, səbz, bənəfşi. Həmən qırmızı, zərd, göy, bənəfşi. Hadi zərd, məncə öyle zərd verdi. Fikirəm, qırmızı da, qırmızı. Lakin bu 4 nəfər vardı. Və bu 4 nəfər biz özümüz bilirik, hələsə xas bir işlər görür. Kartunun içində və bir fanlıq yaraldır. Və beləcə deməliyəm ki, dostlar, bu hər bir dənə ki, burada vardı 4 nəfər 4 dənə uşağa mərbut olurmuş ki, bu 4 dənə uşaq o qədər zərd çək görüb gediblər, olağan üzündən cürrənibdir. Bəncə də bir baxaq. Sonra zərd ki, indi bilirik, bir dənə uşaq idi ki, madərzadə qiyafəsi kullən çox nazur imiş və əsər bəli, در حین که qiyafət çox çirti imiş, Allah göstərməsin, qiyafət beynindən getmişdi və ruhiyyət çox sazqar idi. Və buna görə həmişə çox gülərdi, çox qəşəng işlər görərdi və həmişə çəkirlərdi pərəstişkarları qorxuda. Və mütəəssifانه pərəstişkarlar ola bilmir. Niyə? Uşaqlarla çox pis rəftar eləymişlər və bu zərb uşağı dostlar, bəzi az neçə müddət sonra bu zərd uşaq çox rumox imiş və bu pərəstişkardan rumoxunda imiş. Pərəstişkarlar təsmin tutdular bu uşağı 5 il yer zəmində zindan eləyirlər. Və bəzi az 5 il sonra bu zərd giyən uşaq ölür və gedir dünyada. Və mütəəssifانه dəlil mərcə bu imiş ki, Kəmbudu Nuri Xorşid idi ki, pustu kullən zərd olmuşdu. Və ona görə bu zərd libas qoyublar. Əslən bu antiqi idi. Gedək az o birsinə. Və amma bənəfş. Dostlar, dana uşaq idi ki, yazıq naşinəva imiş və pərəstişkarların, dəsturların eşitmirmiş və əməl eləyənmirmiş. Və çox hirsiymiş bu pərəstişkarlar bu bənəfşiyənin əlindən. Və bir gecə təslim tutular bunu tənbih üçün qoyarlar, Bimaristan həyatında qalsın. Və bu uşaq da icazə verilmir gedi içəri və sübəcən donub ölmüşdü. Və bənəfşin də gəziyəs kullən bu idi ki, Allah göstərməsin. Yalnız görən bunlar doğrudan yalandan da bə. Dövlət planı nə? Şübə iş planı fikirmiş rəftar eləməyibdir. Və mən özür gəlir. Nəyəsin nə bilmirəm. Gedək bədi. Və amma səbz. Uşaq ki, bədənin imenisi çox zəif imiş, bədənin imenisi və çoxlu yazıq əksərən məriz imiş. Və çox əslən pərəstişkarlar əlləşirlər bu uşaq, məsələn, qoşalar, mərisin birini aparırlar və mütəəssifانه eləyənmirlər və təslim tuturlar da bu uşaqdan bir xiyal olurlar, bu uşaq ölər, gedə. Və mütəəssifانه bəd az neçə gün sonra öz istifrağın içində ölür, gedir və də heç xəbəri biləsindən olmur. Hacı, bunlar kimdir? Və bunlar hardan gəliblər? Deyirlər, qırmızı. Dostlar, uşaq ki, çox qışqırırmış, çox şirzədə oxuymuş və çox sərəsoda eləymiş pərəstişkarların yanında. Və tənbih üçün bunu qəşək atırlar əmbariyə və bədən ki, atırlar əmbarda qalır bu uşaq. Bəd az neçə saat sonra həmən Bimaristan ot tutur. Və hamı qaçır, o uşaq mütəəssifانه yaddanla çıxardır, götürərlər. Və mütəəssifانه uşaq orada qalır, ölür və yanır gedir. Və bu 4 dənə dostlar, kartunu bu imiş və 4 nəfərin yanı kullan gəziyəsi bu imiş, bu kartuna rəbti var imiş. Və bəd az neçə müddətlərdən sonra gəlirlər, ola Polomp eləyirlər o Bimaristan. İndi bilməm bu uşaqların gəziyəsinə xatir, ya sonradan ayrı bir gəziyə var imiş, onlara xatirim bilmirəm. Və də oradan ki, bilirik, indi Polompdur, və Bimaristan yoxdur. İndi Allah bilir nəyə xatir Polomp eləyiblər, o bilmirəm. Xoş dostlar, da bizim bugünkü videomuz idi ki, ümidvaram bu videodan izzət aparırsınız. Əgər sevibsiniz channel subscribe, videoda like edin, zəng qulada. Vurun ki, nə vaxt video qoydum xəbəriniz olsun. Ta videoyu bədi sallallahu tapşırdım.